əziz qonağımız var. Nə qədər gözəldir bu ki. Bu gün bir cavan qonağımız var. Fikir edirəm bu neçə müddətdə yekə cavan tərin qonaqlar ki, bərnaməmizdə hazır olublar. Bir əziz, dəyərli nevisəndə, mühəqqiq və pəjühüşgərdilər. Ərz eləyim xidmətçə, Ay Mir Əmir Hüseyn Musavi. Salam, sübüz xeyir olsun. Salam, mən də öz növbəmdə sizə bəzi biminlərə salam ərz eləyirəm və həmçinin ruzi danışçının tamam indiki danışçılara və güzəştə danışçılara təbrik edirəm. Allah azarmasın. Ərz eləyim ki, söhbət elədik bundan ki, bəzi vaxt olur ki, qeştəyə danışçısı və fəaliyyət-های təhqiqatı bir-birlərindən fərqli olur. Ay Musavi danışçı روانشناسıdırlar Danışgah Azadı Təbrizdə, amma fəaliyyətlər də hövzə zəban və ədəbiyyat ərəbidir. Öcürdür. Ərəbi qəşt çox fəsih, çox bəliğdir. Mən əlavəm o ki, riyazı oxumuşdum Dəbiristanda və ərəbiyə əlaqəm var idi. Əslən siz nə vaxtdan ərəbiyə əlaqə tapdınız? Biz təqribən elə sal 1395-dən idi əlaqəmiz be zəban və ədəbiyyat ərəb. Yəni 13 yaşında. Bəli, təqribən elə o zamandan. Xoş. Bəd o ədəbiyyat ərəb, zəban və ədəbiyyat ərəb در واقع کلید علمlərdir. Həmin qonaq cənab Səkkaki gəlib kitab yazdı, گفت مفتاح العلوم. که بدان کتاب قطور در ادبیات عربی تمام ادبیات عربی به طور مختصر جدید بود کتاب مفتاح العلوم داد زماوری لیده کلید علم هاده. بله حتی جناب علی ابن مسعود چواردی کتاب میراث الارواح مؤلفی yazıb ki eylem enne الصرف ام العلوم و نحو ابوها و یکوا فی الداریات داروها و یدخا فی الروایات آروها ki yani eğer bir nəfəri bu ədəbiyyat ərəbi bilməsə, در علوم معقول qalar və در rivayat qol demişdi, məhtəl qalar və در علوم معقول qol ki qavi olar ki bu ədəbiyyat ərəbin əhəmiyyətini göstərir. İştibah eləməsəm 7 kitab çap olub bu əcəmləzdə. Bəli. Öcürdür. Əvvəlin kitabı ki çap oldu mu olsun əmin edirəm. Əvvəl kitabı ki çap oldu Təshih və Təhşiy Döddəna Şeyx Bəhaninin riyaziyyat olan kitablarıdır. Ki ibarətlə Xülasül Lisab, Təşrihul Əflak, Əs-Səfihə fil Usturla və Ət-Töhfətül Hatəmiyyə məruf be 70 bab ki təht ünvan Turasül Riyazil Şeyx Bəhai bir cildə çap olubdur. Çox neçə yaşınız vardı bu çap eləyən? Bu təqribən 300 yapımdan qabağı idi əvvəlin çapı. Kiləbi təqribən 19 sinimiz var idi. 19 sinində bir dənə ərəbi kitabı müntəşir edilib ki, xülasə və təhqiq və təhşiyə 4 kitabı Şeyx Bəhaidir. Xoş, ərz eləyim xidmətçə ki, sonra nə əcr oldu? Sonra hansı kitaba himmət elədiniz? Vallahi elə bu kitablar ki məhdud qalmışdı. Biz elə həm o əzmimizi qoyduq olan ehyasına, yəni təhqiq və təhşiyəsinə və dedik çünki fəqət bu təhqiq olan mətnlər o cür müfid fayda olmaz. Ona görə dedik bunlar gətirək ba istifadə şuruhi ki onlar da məhdud idilər, həvaşi məhdud istifadə eləyək. Bunlara bir özümüz ayrıdan haşiyə yazaq pavərəqdə və verəqçəbə ta bu istifadəyi ki ərizən eləyəcəklər bu kitablardan ətəm və əkməl ola. İranımızdan eşikdə bevicə o danışgahlar, o keşvərlər ki zəban və ədəbiyyat ərəbiyə çox əhəmiyyət qaildilər. Hansında kitabları yollanıb, hansında istilah görüblər kitablar? Təqribən elə Əraqa, Misrə, Lübnana, Ərəbistana bunlara kitablarımız sadir olubdur və 3 dənə kitablarımız elə Beyrutda çap olub. Nicat Darülkutub Elmi Beyrutda çap olubdur ki, əvvəli Təşrihul Əflak Şeyx Bəhaidir ki, bu sürət tecrübəqanə çap olubdur. Ondan sonra kitabı Şərh Əşqalı Təsis Qazizadə Rumi در علم هندسه ki, Cənab Səmərqəndi gəliblər 35 şəkl, 35 qəziyyə از kitab Usul Uqlidus Çvaridi, Həkim Yunani ondan intikhab eləyiblər 35 qəziyyəni və bir dənə kitab bi nami Əşqalı Təsis yazıblar. Sonra Cənab Qazizadə Rumi bunu şərh eləyib olub Şərh Əşqalı Təsis در هندسه. Üçüncü kitabı ki Beyrutda çap olubdur, Şərh Mulaxxəsul Hey'i Qazizadə Rumidir ki, Cənab Çəğmini sahibi qanuncu در tib gəliblər məbahis elmi heyətun nücumi bir sürət müxtəsər yazıblar, bir nam olub Mulaxxəsul Hey'ə. Bu çox adamlar şərh eləyib, مثل میرزا شریف جرجانی, مثل کمال‌الدین ترکانی və qeyrə. Amma o şərhi ki mühüm idi, mətn dirasi vaqe olubdur, şərh Cənab Qazizadə Rumidir ki, məruf olub bir şərh Çəğmini. Hətta o həddə mühümdir ki, Cənab Şeyx Bəhai bu şərhə bir dənə haşiyə yazıbdır, bir dənə sonradan şərh Məzzi yazıblar. Gələ mütəəssifانه məxtut şərh Məzzimiz nə qədər axtardıq, tapxanmadıq. Amma o haşiyə ki yazıblar Şeyx Bəhai bər şərh Mulaxxəsul Hey'ə ki, mərhub təzaris ərz o ala çoxdur mütəvəffirdir və
Allah sağlam olsun. Bu iki kitabı yazaq ki, Beyrutda çap ola. Üç kitabları vaqəən alidir və mən pişnahad edirəm ki, bu hozada fəaliyyət edənlər diqqətləri olsun və görək bu insanlar ki, bu hozada çalışırlar və bu hozada təhqiq və pərvişlər var. Bir bəxş mənaməmizdən görək gedək söhbətlərimizi davam edirik. Bəli, əzizlər, xidmətinizdəyik. Səhəriniz xeyir olsun. Həm danışçılardan söhbət edirik, həm pərvişdən söhbət edirik və bu iki danışçılar çalışırlar buna xatir ki, diplomasi elmi vücuda gəlsin. Vaxtı bir danışçı fəaliyyət edir və kitab yazır ki, keşvərهای ərəbidə, ərəb zamanı, müsəlman keşvərlərdə istiqbal olur, çap olur və intişar olur. Bu özü bir qoftuman-ı beynəlmiləliyyə fərhəngidir və bu gözəl ittifaqdır. Ay Musa, ərz eləyim xidmətsə, o birisi kitablardan söhbət eləyək. Daha nələr çap olub? Kitabı ki, çap olub deyilə, burada da vardı. Kitabı Qulistan-ı Sədidir. Bəli. Ki, bu, hala o cür ki, əziz binədə müşahidə buyururlar. Bəd, bu, neçədən iş görmüşük bu Kitabı Qulistan-ı Sədinin üstündə. Biri o ki, hala təhsih mətnidir. Şərtmiş bunu təhqiq eləmişik. Nüsxə bedəllər ki, nüsxə-hay xəttə var, pavərəkdə zikr eləmişik. Məsələn, der bəzi nüsxə evəzi filanlar, o birisi gəlibdir və 95 səhifə müqəddəmi müfəssəl yazmışıq dərbarə Sədi və Kitab-ı Qulistan, tərcümə şinasi, nüsxə şinasi, hay xətti, səngi və çapbi tərcümələr. Çox gözəl, çox ali. Bəd, huş məsnui ilə hudud 100 dana təsvir sazı eləmişik hekayətlərə və neçədən nüsxə xəttdən hudud 91 dana miniaturi və niqargəri cəmaver eləmişik, bir söhbət rəngi çap olubdur. Bəd, o kələmaتی ki, səb tələffuzdurlar, onlar da hərəkət və eyrab quzarı eləmişik və pavərəqidə tozyihat ədəbi və dini və tarixi də gətirib zikr eləmişik. Ki, cəmən 520 səhifədə çap oldu, bir söhbət rəngi. Naşir kimdir? Bu, naşiri Zəvil Qurbay Qumdur. Aha, çox gözəl, çox gözəl. Çox alidir bu iki. Xob, nə qədər vaxt qoymusunuz bu kitabını? Bu təqribən 10 ay çəkdi. 10 ay fürsət, münasibdən kitabı təhqiqi və təlifi. Bunlardan sonra, bu 7 kitabdan sonra bərnamə nə mənədir? İndi feylən məşğuluq təhriri, usul uqidus Xazi Nəsiruddin Tusi, Quddis Sirruhul Quddusi ki, gəliblər Cənab-ı Oqlidos ki, az hökəma Yunan idilər. Bu Cənab Oqlidos bir dənə kitab yazıb. Tamam qəzayay hindisini, hudud 800 qəziyə hindisini bir dənə kitabda gətiriblər, cəmabəri eləyiblər. Zaman Mə'mun Əbbasi, hala neyzədə tərcümə, bu iki nəfər gəlib bu kitabı tərcümə eləyib, az Yunani bir ərəbi. Biri Sabit ibn Qurrə, biri də Həccac ibn Mətər. Sonralar Cənab-ı Xaci Nəsir Tusi, çünki bu kitab mətni dərsi idi, der məhafil və mədarisi elmi, gəlirlər bunu təhrir elədilər, yəni bazı nivis elədilər və bəzən öz Beqol demişdi, o mətalibi ki, var idi, izafə, öz nəzərlərini izafələtdilər bu kitab usul Uqlidosa. Çində olub təhrir, usul Uqlidos.
Bu kitaba çox adamlar şərh haşiyə vurublar. Biz hələ indi mətnin kamil huruf çini və təhqiq eləmişik, qutulubdur və hudud 30 dənə nüsxə xəttinə müqabilə eləyəcək bərnaməmizdə vardı. Və 5 nəfərin də şərh haşiyəsini bir surət kamil در پاورقی huruf çini eləyəcək ki, onlar ibarətlər İbn Heysəm, Ömər Xəyyam, Mirzə Şərif Cürcani, Molla Məmməd Baqiri Yəzdi və Cənab Qazi Mir Hüseyn Meybudi sahibi şərh Hidayətül Hikmə. Çox ali. Pəs bir dənə siz həm riyaziyyatda fəaliyyət edirsiniz. Çox əcibdir əzizlərim. Mən çox təəccüb edirəm buna ki, ərəbi müsəllət olaq, ədəbiyyata təhqiq və təhşiyə və tozih yazaq və riyazi kitablarının tərcüməsindən müqəddəməsini işlək. Sizin günləriniz neçə saatdır? Allah özümkiləm, hamıyınkini 24 saat. Elə sizdə də 24 saatdır. Söydünüz bu 24 saat nə qədər olsun? Valla fərq eləmirlər. Yenə çox da olsa elə gün olsa. Neçə saatın vaxtı sərf edir? Valla mütəğəyyirdir. Kəminə bir şeyinə? Valla kəminəsi olsun 4 saat, bir işlərin də ki olur 16 saat çəkir. Əzizlər ki, bərnaməmizi görürsünüz. Bir talib nöqtə işarə elədi Cənab Əmir Hüseyn Musavi. Bu iki kəminədə, yəni az tərini miqdarda gündə 4 saat mütaliələri var. Bu iki kitab dərsimizin də üzünü açanlıq intisarımız budur ki, danışməndə olaq. Fikrim ondan olmaz da, yox. Yəni, yuxunun çox atması ilə fikirləməyəm, xası bir kitabımın təşkil olar. Bəli, Cənab-ı Şafii vardı, Allah yeki az əymi məzahib ərbə, o bir şeir vardı. Mən tələbəl ola, səhərəl ləyali. Yəni, hər kəs ki, bir qol demiş ki, buləndli istəsə, uca mərtəbələrə yetişmək istəsə, gərək gecələri oyaq qala və məşğul kar و کوش. و özür himmət بلند دار که مردان روزگار از himmət بلند به جایی رسیده اند. Allah azə almasın. Mən biləsə can sağlıq arzulayıram, tövfiq arzulayıram. Çox söyündüm ziyarətinizdən və çox gözəl idi biləmizə bu iki bir belə təhqiq, bir belə təlif filan. Mən üçün baxırdım, kitablara baxırdım. Bir də məsələn Şərh Əşkalu Təsis özüdür. Bir kitabı ki, Darülkutub Elmiyyənin nəzəri ilə özüdür. Bəli. Əziz görənlər görsələr bu kitabı da. Bu nə mənə mövzusundadır? Əşkal Hindisinin müəllində. Bəli, 35 dənə qəzi hindisidir ki, orada şərh olubdur, mətalibi. Bəli, intiqad yolsa o da varid olubdur, gəlibdir. Bəli, məruf tərin şəkli ərusdur. Ki, ərəbdə deyirlər şəkli ərus. Amma farsda qəziyyə Fisaqoras mərufdur. Bəli, bəli, bəli. Çox ali, Allah azə almasın. Bu ki, məsələn, biz elə oxuyuruq ki, məcmui zəvayay daxili bir daha müsəlləs 180 dərəcədir. Bunun ərziliyi müxtəmətsər təhqiqi, bunun bəqəsi, bunun tozihi Əmir Hüseyn Musavi kitablarındadır. Mən can sağlığı arzulayıram, ləzzət yorulmayasınız deyirəm, məmnunam, təşəkkür edirəm. Son söz eşidək və sonra xudahafizlik edirəm. Valla, axır sözümüz budur ki, məsulunda intizamımız var ki, himayət eləsinə, o da bu cüzsünə ki, məsələn, bu Kitab Qulistan ki, məsələn, şinasnami fərhəngi keşvərdən məhzub olur. Bunu در پخش و توزیع در کتابخانه‌های سراسر کشور bizi همراه حتما من مدیر کل محترم فرهنگی و ارشاد اسلامی ام، مدیر کل نهاد عمومی کتابخانه‌ای ام، مجموعه های مختلف هم مثل شهرداری تبریز arz edeyim hikmət ayrı yerlərə. Xahişim budur ki, bəli, ayaq qabağa qoyaq, himayət eləyək. Yəqinən bilirəm ki, bunlarda o insanlardırlar ki, belə fəaliyyət-های fərhəngidən və bu qoftuman beynəlmilləli fərhəngidən himayət elərlər. Əziz qardaşımız Əmir Hüseyn Musavi